Nə qışqırırsan? Qışqırmıram, olanı deyil. Vəssalam. Elə bil mən boşduyam, mənim arvadım Boşluğundan getmirəm, o mənlə yaşayıb. Mən başa düşürəm, gəlsin onun üzünə denən belə-belə. Üzünə yox, qoy deyim burada ondan sonra. Deməli qorxursan. Qorxmuram, nədən qorxuram? Kimdən qorxuram? Bilmirəm kimdən qorxursan. Qoy mən sözümü deyim, ağzıma sonra vur da. Kimin ağzına vurmuşsan? Yaxşı elə qaçıb səndən o. Ha, qaçsın da. Bunu özünə parmağına bax, Mən sənə bir söz deyim. Bəli, Deyirsən ağzından vurma, qoy mən bunu deyim, keçək sonra sən danışarsan. Biz bayaq vəkillərdən danışdıq, vəkillərin gördüyü işlərdən danışdıq. Bilirsiniz, siz haqlı olsaz hamı yanınızda durar. Zahir. Haqlıyam, sübutlar da var. İndi danışacağıq. İndi danışacağıq. Bax, o qız bayaqdan deyirdi ki, mən pərdənin arxasından danışacağım. Amma Şəfiqə xanımla sənin danışığını eşitdi, dedi ki, mən çıxıram ortaya. Qoy gəlsin bura. Bəli, ona görə mən uzatmadan deyirəm ki, gəlsin, yenə sən danış, qoy gəlsin. Gəlsin. Telefonla gətirəcəm mi? Hə? Telefon danışığımı. Sən telefon danışığın. Gəldi, Zeynəb sizsiz axtarılan. Zeynəb, çox məmnun oldum, əyləşə bilərsiniz, buyurun. Aha, deməli, bir daha deyirəm, Dəniz, Sabir, siz müvəqqəti çıxın, stol hazır olanda gələrsiniz, yaxşı mı? Gedin orada kömək eləyin. O stolda siz yemək yeyəcəksiniz, mən yox. Gedin, görün balalar, gedin. Deməli belə, Zeynəb, mənim suallarım çoxdur əslində, amma Zahir deyir ki, bir mən danışım sonra. Biz səni hələ axtarışa verməmişik. Dünən gəldi, dedi ki, mən yoldaşımı axtarıram, öz də ki, aparıb atasına təhvil verəcəm. Atası mənə hədə qorxu gəlir. Elə bu özü gedir atasının yanına da. Və çox maraqlıdır ki, mən Zeynəbi axtarmamış, Zeynəb, hardan bildin sən axtaracam bugün? Sözün doğrusu, bunun mənim rəfiqəmə demişdi ki, mən çıxacam Xəzər TV-yə. Lalə xanımın verilişinə. Mən də dedim ki, yəni bu çəkiliş dayandırılsın, mənim bu efirlərdən şəkilim yığılsın. Mən çıxmışam, mən Ağsu polis bölməsindən də araşdıra bilərlər. Mən bölməli ilə çıxmışam. Bu insan bir dəfə də ailəli olub. Yoldaşının başına gətirdiyi müsibətləri mənim başıma gətirir. Mənim anam 6 yaşımda rəhmətə gedib. Mən özüm yetim, ölənlərinizə rəhmət. Mən özüm yetimliklə böyümüşəm, özə Göyçayda böyümüşəm, araşdıra da bilərlər. Yəni bir sual verirəm. Heç bir qadın ağ günündən qaçmaz. Mən də istəyərdim xoşbəxt olum. Niyə qaçır ağ gündən qalan qaçanlar? Ağ deyirəm, pis günündən qaçmaz. Yəni mən bu insandan uzaqlaşmaq istəyirəm. Adam öldürməmişəm, cinayət eləməmişəm. Yəni sən mənlik deyirsən. Ha, bir dəqiqə danışdın. Üzrüsən, sən vurmuram. Burada bizdə göydə Allah var, yerdə Şəfiqə xanım. Böylər var. Danışdın, qutardın. Amma Zeynəb, mən bildiyimə qədər, sən necə ki onun ikinci ailəsən, o da sənin ikinci ailəndə. Yəni sən də ikinizdə də